Elbette bugün bizim sevincimizin haddi hududu yok. Vatan müharibəsinin kahraman igidlərini biz qəbul edirik. Allah onların canına dəyməsin. Bizi sevindirdilər. Bizim vətənimizi işğaldan azad ediblər. Biz hər gün gələn igidlərimizi belə qürurla qarşılarıq. Biz onların qarşısında baş əyirik. Onlar bizim vətənimizi işğaldan, ermənilərdən azad ediblər. Halal olsun bizim igidlərimizə. Bugün Amin qardaşımız da gəlib, Allah ona can sağlığı versin və yenə biz gözləyəcəyimiz o gələn qardaşlarımızı da gəlib gözləyəcək burada. Allah hamısına can sağlığı versin. Bizim Azərbaycanımız, vətənimiz sağ olsun. Ali Başkan komandanımıza can sağlığı arzu edirik. Onun sayəsində bizim ordumuz, bizim milli ordumuz vətənimizi işğaldan azad edib. Var olsun Azərbaycan, yaşasın Azərbaycan Respublikası. Getirdi şad haberler Qarabağdan, Ağdamı azad elədi ordumuz. Getirdi şad haberler Qarabağdan, Ağdamı azad elədi ordumuz. Eylədi düşməni narahat qardaşım, attı mərmi attı qırat qardaşım. Qarabağı azad elədi qayıtdı, geldi evine sağ salamat kardeşim. Eylədi düşməni narahat kardeşim, attı mərmi attı qırat kardeşim. Qarabağı azad elədi qayıtdı, geldi evine sağ salamat kardeşim. Vətən mənim həm ürəyim həm qanım. Ali baş komandan əmrini verdi, mübarəkdir qələbən Azərbaycanım. Ali baş komandan əmrini verdi, mübarəkdir qələbən Azərbaycanım. Eylədi düşməni narahat qardaşım, attı mərmi attı qırat qardaşım. Qarabağı azad elədi qayıtdı, geldi evine sağ salamat kardeşim. Eylədi düşməni narahat kardeşim, attı mərmi attı qırat kardeşim. Qarabağı azad elədi qayıtdı, geldi evine sağ salamat kardeşim. Eylədi düşməni narahat kardeşim, attı mərmi attı qırat kardeşim. Qarabağı azad
Aziz həmkəndilər, sizlərin hamınıza göz aydınlığı verirəm. Bugün 44 günlük vətən müharibəsindən qələbə ilə dönən bizim gənclərimiz sizin aranıza gəlib. Onları da fürsətdən istifadə edib təbrik edirəm. Hamınız bilirsiniz ki, 1-ci Qarabağ müharibəsində bizim vətən torpağının 20%-ni erməni qəsbkarlar işğal etmişdi. 30 ilə yaxın idi ki, bizim torpaqlarımız işğaldaydı. Bu 30 ildə demək olar ki, vətənpərvər insanların gözlərinə yuxu getmirdi. Çünki yağı düşmən ərazimizə at oynadırdı. Bu, hər vasitələrlə bizə qıcıq verirdilər. Xüsusilə 20-ci ildə mənfur düşmənlərin baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə bir neçə təxribatlara cəhət göstərildi. Belə ki, mənfur düşmən Qondarma Dağlıq Qarabağ Arsaq Respublikasının parlamentini bizim müqəddəs şəhərimiz olan Şuşaya köçürmək istəyirdi. Mənfur düşmən QDR-in prezidenti öz and içmə mərasimini bizim qədim Şuşa şəhərində keçirdi və həmin baş nazir, Ermənistanın baş naziri isə Şuşada sarxuş halda yallı gedərək Azərbaycan dövlətinə qıcıq verirdi ki, sizin mənəvi paytaxtınız adlandır Şuşa şəhəri bizim ayağımızın altındadır. İstədiyimizi də Şuşada edirik, and içmə mərasimində keçiririk. Hətta Qondarma Dağlıq Qarabağ Respublikası prezidenti Aray Qarotunyan deyirdi ki, mən parlamenti də Şuşaya gələcəkdə isə bütün mərkəb Şuşa DGR-in Qondarmanın mərkəzi olacaq, paytaxtı olacaqdır. Və iyun ayında isə düşmən bütün bunlara rağmen iyun ayının 7-si 8-də isə Tovuz istiqamətində böyük bir Azərbaycana həmlə etdi. Nə üçün o Tovuzu seçmişdi bilirsiniz? Bütün bizim neft kəmərimiz Ceyhan Bakı, Ceyhan Tanov Tovuza keçirdi. Onlar istəyirdi ki, Tovuz tərəfdən bizə həmlə etsinlər və Azərbaycanın həmin neft kəmərlərini də öz əsarətinə alsınlar və Azərbaycana bir daha da diktə etsinlər ki, hətta sizin neft kəmərinizi də biz əsarətə almışıq. O vaxt bizim ordumuz düşmənə sartıcı zərbə indirdi, onlara böyük zərbələr edildi, qabağa gələ bilmədilər. Və bundan gözləri doymayaraq təzədən sentyabrın 27-sində Qarabağ istiqamətindən Azərbaycana hücum başlandı və erməni rəhbərləri deyirdi ki, biz hətta belə Bakının girəcəyinə kimi Azərbaycan torpaqlarını işğal edə biləcəyik. Buna gücümüz var. Azərbaycanın isə müharibədə aparmağa gücü yoxdur. Azərbaycanın xalqının birliyi yoxdur. Azərbaycan xalqı döyüşkən əzmdə deyil. Biz istədiyimizi Azərbaycanda elə bilərik. Və onların Müdafiə Naziri yeni ərazilər ruhunda yeni müharibəyə hazırlaşırıq deyirdi. Və sentyabrın 27-sində bunu bürüzə verdilər. Qəfil Azərbaycana Qarabağ istiqamətində də Füzulidən hücuma başladılar. Ali Baş Komandanımız həmin gecə səfərbərlik haqqında sərəncam imzaladı və orduya əmr verdi ki, düşmənə əks hücuma əməliyyatına başlayın. Və Azərbaycanın igid, qəhrəman oğulları bizim döyüşkən milli ordumuz düşmənə qarşı müharibəyə başladı. O gündən də bizim kəndimizdə Cənab Prezidentin həmin sərəncamına əlində rəfət törək kəndimizin igid oğlanları da müharibəyə sarıldılar və 44 gün ərzində ildırım sürəti müharibə ilə düşməni darmadağın etdilər, məhv etdilər. Və düşmən məcbur qalaraq iyunun, noyabrın 9-unda onunla keçən gecə kapitülyasiya haqqında imzalamağa məcbur oldu. Və bununla da düşmən çöktü. İndi artıq ondan bir ay vaxt keçir. Düşməni görürsünüz, hər gün rəzil olur, hər gün biabır olur. Bu vaxtlarda təkcə burada yox, bizim 90-cı illərdə SSR adlandığımız məkanın sərhəd boyu düşmən nə qədər öz standlarını ileri çəkilirlər ki, bizim torpaqlarımı işğal edib və Azərbaycanın qəhrəman ordusu orada da hər qarış torpaq uğrunda mübarizə aparır və hər qarışını təzədən Azərbaycana qaytarır. Məhz belə igid övladlarımızın sayəsində biz bu şərəfə nail olmuşuq. Sizlərin hamınızın adından bugün hərbi xidmətdən qayıdan, şəxslə qəhrəman ordunun əskəri kimi qayıdan belə evladlarımıza təbrik edirəm. Onlara can sağlığı arzu edirəm. Arzu edirəm ki, onların gələcək planları da həmişə belə qələbə olsun.
sizləri də təbrik edirik ki, bu 44 gün müharibədə sanki biz də müharibədəydik gecə gündüz. Heç birimizin gözünə yuxu getmirdi. Ancaq gözümüzü televiziyaya və Instagram səhifələrdə dikmişdik ki, ordumuzdan bir yeni xəbər gəlsin. Bu xəbəri də hər gün alırdıq, sevinirdik. Nə qədər də ağır olsa müharibənin öz amansız qanunları olur. Bu müharibədə də biz itki verdik. Necə 1-ci Qarabağ müharibəsində bizim şəhidlərimiz var idi. Bu müharibədə də biz itki verdik, şəhid verdik və həmin şəhidlər də kəndimizə dəfn olunur, izdihamla, böyük ehtiramla yola salındı. İndi xahiş edirəm, hamılıqla gəlin, ümumən həm 1-ci Qarabağ müharibəsində, həm o arada və həm də 2-ci Qarabağ müharibəsində şəhid olmuş bütün hərbiçilərimizin, el oğullarımızın xatirəsini bir dəqiqə sükutla yad edək. Allah rəhmət eləsin. Bir daha sizlərin hamınızın adına şəhid ailələrə baş sağlığı veririk. Son qəmləri olsun. Nə qədər də biz şəhid ailələrə qayğı ilə yanaşsaq, bu bir ud qədər onları yarasına biraz mərhəm oluruq. İnandırın, onlara əmin edirik ki, Azərbaycan dövləti həmişə onların arxasındadır. Azərbaycan xalqı həmişə onların arxasındadır. Onlara ehtiramla yad edəcək və onların ailələrinə qayğı ilə yanaşacaqlar. Mənim sözüm bu qədər. Ramiz müəllim, söz sizindir. Əziz ellilər, əziz xalq, əziz cəmaat, kənd cəmaatı, uğurdan da biz bu günləri böyük coşku hissi ilə yaşayırıq, böyük fərəh hissi ilə yaşayırıq. Çünki 44 günlük müharibə Azərbaycan xalqını, onun hər bir vətəndaşını böyük bir sınaqlardan keçirdi. Və mən təkrar yenə həmin cümləni təkrar eləyirəm ki, qarşımızda dayanan müzəffər, qalib Azərbaycan ordusunun qalib əskərləri qarşımızda dayanıb, biz onların bu şərəfli duruşu ilə, bu qüruru ilə fəxr eləyirik. Ondan sonra da fəxr eləyəcək belə igidlərlə və belə igidlərimizin sayəsində Azərbaycan bu müharibəni qələbə ilə başa çatdırdı. Var olun, onların ailələrini təbrik eləyirik. Elmir, xoş gəlmisən, təbrik eləyirik və bu dövrün, o müharibə dövrünün canlı şahidi kimi siz bugün huzurumuzda dayanmışsınız. Bayaq qeyd olundu ki, həmin illərin acı xatirələrini və müəyyən dəqiqələrdə o sevincli dəqiqələrimizi bugün biz sizin timsalınızda sizə baxıb bir daha sevinirik. Doğrudan da bu qələbəni bizə bəxş eləyən bizim əziz, müqəddəs ruhlu şəhidlərimizdir. Mən söz vermişdim ki, və bundan sonra da hər dəfə biz bütün söhbətlərimizin başlanğıcını şəhidlərdən başlamalıyıq. Çünki biz ömür boyu şəhidlərimizə borcluyuq. Onların müqəddəs ruhlarına borcluyuq. Şəhidlər düzdür, ölmürlər. Onlar həmişə əbədi yaşardırlar. Lakin onların ruhu qarşısında biz həmişə borcluyuq. Baş əyirik onların ruhu qarşısında. O cümlədən onların valideynlərini, anaların, atalarının qarşısında baş əyirik. Onların əllərindən öpürük. Doğrudan da bu oğulların hər birini bizim kəndimizdən də bu müharibədə 2 şəhid verdik. Ümumilikdə nümayəndəlik 5 şəhid vermişdi. O cümlədən bizim aprel döyüşlərində qəhrəman oğlumuz Pəncəli şəhid olmuşdu. Sonra 1-ci Qarabağ döyüşündə Bəxtiyar Rüstəmov, Sarvan Qurbanov, sonra 2-ci Qarabağ döyüşündə bizim Mohtayata kəndi şəhid verməmişdi. Bu il, bu böyük, bu vətən müharibəsində Mohtayata kəndi də 2 şəhid verdi. Şəhid Ağayev Əhəd, bir də Hacızadə Kənan. Biz onların ruhları qarşısında da baş əyirik. Və onlar haqqında təfsilatlar, söylənilənləri biz nəzərdən keçirəndə elə bil ki, onlar bu şəhidliyə qabaqcadan köklənmişdilər. Onlar haqqında söhbətlər eşidəndə doğrudan da onlar elə bilib, qabaqcadan bilirlərmiş ki, onlar şəhid olacaq. Yazdıqları olacaq kağızları vərəqləyəndə, dedikləri söhbətləri ailədə, digər yaxın yoldaşları arasında etdikləri söhbətlərdən bəlli olur ki, elə bir onların ürəklərinə dağılmış
ki, onlar şəhid olacaqlar. Və biz onlara həmişə borcluyuq və bizim kəndimizin bu kənd nümayəndəliyi Muxtatay kəndindən başlayır. Orada şəhidimizin bir portreti ucaldılıb. Orada da hər bu kəndə girən və bu kəndən çıxan elə bir ki, həmin şəhidin ruhu ilə vidalaşır, böyük hörmət və ehtiram hissi ilə ondan ayrılır. Bu elə bu kənd üçün böyük bir fəxirdir. Hər bir şəhidin zirvəsi bizim üçün fəxirdir. Bütün şəhidlərə, cəmi şəhidlərə Allah Teala rəhmət eləsin. O cümlədən bizim kəndimizin şəhidlərinə. Şəhidlər öz qanları ilə müqəddəs Azərbaycan dövlətinin şanlı bir tarixini yazdılar. Azərbaycan haqqında bir dastan yazdılar. O dastanın hər bir bölümü, hər bir bölümündə bu cür igidlər müəyyən bir yer tutublar. Onlar öz adicə keçirdikləri hisslərlə və hər dəfə irəli atılanda onların vətənə olan eşqi, vətənə olan borcunu onlar özünə müqəddəs borc sayıblar. Və belə şəhidlər, bu cür igid qazilər, hansı ki canından keçib, qanları tökülüb o torpaqlarda, o torpaq bizim üçün həmişə müqəddəs olub, bugün də müqəddəsdir. Və Azərbaycan şəhidlərimizin qanı hesabına, igid qazilərimizin, igid əskərlərimizin əməyi sayəsində Azərbaycan sərhədi öz bütövlüyünü tapdı. Artıq Azərbaycan bir dövlət kimi bütöv sərhədlə dünya xəritəsində öz yerini tutdu. Və Azərbaycan milləti bir millət kimi özünü sübuta yetirdi ki, həqiqətən mən bir millətəm. Çünki bu millət 88-ci ildə birləşmişdi. Bir də bu müharibə ərəfəsində bu millət birləşdi və 4 ildə işğal olunan torpaqlar 44 gün ərzində işğaldan azad olundu. Və var olsun, sağ olsun bizim Ali Başkan komandanımız, möhtərəm prezidentimiz. Doğrudan da onun yeritdiyi böyük hərbi strategiyası, taktikası, o cümlədən generallarımız, yüksək rütbəli zabitlərimiz böyük bir tarix yazdılar bu müharibədə. Bu müharibənin hər dəqiqəsini, hər gününü analiz etsək, bəlkə də bir gəncin ömrü, bir insan ömrü buna kifayət etməz. Və bundan sonraki dövrlərdə də biz bu müharibənin uğurlarını, bu müharibənin nəticələrini biz həmişə təhlil etməliyik. Keçən dəfə də qeyd elədim, həqiqətən bu belədir ki, dünyanın ən hegemon dövlətləri bugün Müzəffər Azərbaycan ordusunun qazandığı qələbənin necə qazandı bu qələbəni və apardığı döyüş, o taktikalarını o dövlətlərin ən aparıcı hərbi ekspertlərinə də məlum deyildi və onlar analiz eləyirlər bu müharibənin gedişini ki, bu necə bir müharibə oldu ki, 44 gün ərzində bu boyda böyük bir nailiyyətə biz nail olduq. Bəli, elə deyir, torpaq uğrunda ölən varsa vətəndir. Bir də gözəl şairimiz Məmməd Araz demişdi ki, vətən mənə oğul desə nə dərdim, mamur olub qayalarda bitərdim. Biz hər dəfə oğullarımızı hərbiyə yola salanda, mən o məclislərdə bu misraları həmişə gətirərdim. Və biz heç vaxt inanmırdıq ki, Azərbaycan gəncliyi, Azərbaycan gəncləri vətən, ana uğrunda bu cür qeyrətə kökləniblər. Elə bil ki, həmin misralar, həmin dəqiqələrdə onların beynində artıq sanki oturuşmuş bir vəziyyətdə olub. Bugün müharibədə qazandığımız igidlərimizin göstərdiyi şücaət, o televiziyaya baxanda əvvəllər biz elə bilirdik ki, burada deyilənlər söz xatirinədir. Amma əslində hamısı olan hadisələrdir. Hansı ki, bir ayağı şikəst olub, o ikinci ayağı üstə durub düşmənə qarşı çıxıyıb. Bunlar hamısı olmuş faktlar olan hadisə. Yəni, Azərbaycan gəncliyinə biz minnətdarıq, onların o qeyrəti hisslərinə minnətdarıq. Doğrudan da Xocalı hadisəsi, digər o müharibələr dövründə millətimizin başına gətirdiyi o qisası bu gənclərimiz aldı. Şəhidlərimizin qanı hesabına alındı. Qazilərimizin canlarının itkisi hesabına alındı. Bu cür qarşımızda dayanan igid əskərlərin sayəsində alındı. Var olsun belə igidlərimiz. Yaşasın Azərbaycan xalqı. Yaşasın Müzəffər Ali Başkomandanımız. Yaşasın Müzəffər ordumuz. Eşq olsun Azərbaycana, Qarabağ Azərbaycandır. İndi də gəlin bu gəncləri bir də Elminlə Həmzəni olquşlayaq.
Ermin Hamza, Ermin Hamza, Ermin Hamza, Ermin Hamza. Azizler, hamınız bilirsiniz ki biz indice muharebeden danışırdık. Biz təkcə Erməni ordusuyla muharebe aparmadık. Ermənistan bilirsiniz terör devletidir. Onun 12 terör teşkilatı var. Onun üstüne de PKK terörçüleri de özlerine caddelerde ve Qarabağda bizim belə gençlerimiz Ermənistan ordusuyla yanaşı 12 terör teşkilatı ve bir PKK terörçülerle muharebe apardı. Ve onlar da həmin terör teşkilatları da bizim qabağımıza diz çöktüler. Biz təkcə Azərbaycan torpaqlarını işgal edemedik. Qafqazlı terörçülerden temizledik. Dünyada sübut elədik ki terörçüler harada olsa onların başına əzmək lazımdır. Terörçülerin vətəni yoktur. Onlar önce çalışırlar ki dünyada ayrı devletler için hədəy yarasınlar, ayrı xalqlar için təxribat eləsinlər. Həmin terörçüleri de biz bugün məhv etmişdik. Biz təkcə Paşinyanın ordusunu məhv eləməmişik. Sarkisyan Kuçelen düttüğünde maddeler eləmişik. Ermənistan xalqı bizim xalqımız qarşısında diz çöküb. Onlar bizden eğer halallık istemeseler Ermenistan'da da yaşayabilmezler. Onların orada da geleceği olmayacak. Çünkü bu torpaqlar da bizim torpaqlarımızdır. Azali torpaqlarımızdır. Eğer onlar orada yaşayırlarsa bu yaşasınlar. Biz onlara yüreğimiz geniştir. Eğer bize karşı bundan sonra da herhangi tahribat törətseler Yerevan da bizim olacak. Yaşasın Azerbaycan, Azerbaycan halkına eş olsun. Oradan da bugün hadsiz derecede kadar geçirdiği vatan olduğunda dövüş canlarından geçen şehitlerimiz var. Şehitlerin ruhu karşısında həmişə baş eğirik ve baş eğirik. Onların valideynlerine, yakınlarına sabır dilini Allah Teala'dan. Elbette yeni zamanda vatan muharebesinde yaralılarımız var. Yaralı gazilerimizi Allah Teala'dan şafak birlikte bir müddette sağalsınlar, özgünlük hayatlarına qaçsınlar. Ve bugün aynı zamanda biz hadsiz derecede sevinci yaşayırıq, sevincisi keçirdirik. Ona göre keçirdirik ki, bak bu kimi gençleri, bu kimi vətənpərvar gençleri biz vətənində, elində, obasında, doğma kəndlərində qarşılayırıq. Böyük izdihamla, böyük sevinclə, böyük fərəhlə. Doğrudan da biz bugün böyük bir fərah hissi keçirdirik ki, həqiqətən bizim soydaşlarımız, bizim həmkəndli gənclərimiz də vətən müharibəsində necə lazımdır, yüksək səviyyədə fədakarlıq göstərdilər. Layiq olduqları medalları, mükafatları aldılar və mən deyərdim ki, heç nədən asılı olmayaraq, aldıqları mükafatlardan asılı olmayaraq, aldıqları tərtiblərdən asılı olmayaraq bugün hər bir əskərimiz qəhrəman əskərdir. Hər bir əskərimiz fədakar, qalib əskərdir. Ona görə də bu əskərlər qalib Azərbaycan ordusunun əskərləridir. Bir sırada gediblər, bir sırada irəliyiblər, düşmənə qarşı amansızlıq göstəriblər, düşmənləri məhv ediblər və öndə qeyd olundu ki, qısa bir müddət ərzində, yəni 4 gün çox müharibə üçün çox qısa bir müddətdir. Bu müddətdə düşməni məhv eləmək, yəni bir hazırlıq görmüş düşmənin istikamlarını, onların necə deyirlər, müdafiə qurğularını dağıtmaq, məhv etmək və onların silahlanmalarında olan müasir tipli silahları eyni zamanda inkişaf etmiş dövlətlərin, Rusiya və digər dövlətlərin inkişaf etmiş dövlətlərin silahları olan bir ölkənin silahını tamamilə məhv etmək demək olar ki, bugün Ermənistan silahlı ordusunun 80% məhv edilib. Həm silah barəsində, həm də ki canlı qüvvə barəsində məhv edilmişdir. Bu böyük bir qələbədir Azərbaycan üçün. Həm də bunu qeyd olundu. Bütün dünya bu dəqiqə araşdırır ki, bu hücumlar necə oldu, bu döyüş necə aparıldı, hansı formada aparıldı. Mən qeyd edərdim ki, Şuşanın alınması əfsana kimi bir əfsanaya çevrilir. Heç kəs düşünmürdü ki, hesab müddət ərzində Şuşa şəhərini almaq mümkündür. Ermənilərin belə ağlına gəlməsi ki, Azərbaycan ordusu Şuşa şəhərini işğaldan azad ediləcək. Və bütün bunlar yəni araşdırılacaq, qiymət veriləcək. Mən bir daha bütün valideynlərə göz aydınlığı verirəm, yaxınlara göz aydınlığı verirəm ki, bax bu günləri bir uzun müddət, 4 gündən də artıq müddətinə gözü yolda anaların sevinci doğruldu, özünü necə deyirlər,
sevincləri gəldi, öz vaxtını tapdı, haqqını tapdı ki, bugün övladlar anaları ilə, ataları ilə, valideynləri ilə, yaxınları ilə qovuşacaq. Bir daha sizi təbrik edirəm, əziz valideynlər, aziz analar ki, bugün siz öz balalarınıza qovuşacaqsınız. Bir daha sizi təbrik edirəm ki, siz gəlmişsiniz, bax, bir qələbə kimi gəlmişsiniz, bir qələbə ilə gəlmişsiniz, bir qəhrəman övladlar kimi gəlmişsiniz. Sağ olun, əziz valideynlər. Əzizəm gəldilər. Hamınız bildiniz ki, düşmən rəzil oldu. Onların havadarları rəzil oldu ki, bizim qabağımıza diz çöktülər. Bu müharibə dövründə ayrı dövlətlər, ayrı xalqlar, ayrı politologlar, ayrı insanlar və sizlər ordumuza dəstək oldunuz. Mən deyirəm ki, yaşasın həmin insanlar ki, bizə dəstək verdilər. Yaşasın həmin ölkələr ki, bizə dəstək verirlər. Bizə ən yaxın dost ölkə Türkiyə idi. Yaşasın Türkiyə ilə Azərbaycan birliyi. Türkiyə, Azərbaycan, Türkiyə, Azərbaycan, Türkiyə, Azərbaycan. Bu birliyə eşq olsun. Sağ olun, minnətlərim. Sağ olun, mən hamınıza minnətlərim. Necə Salabi müəllim, Ramiz müəllim, Xoşud müəllim qeylədi, bütün şəhidlərin yoldaşsızda biz baş ayırıq. Bunlara ürəklənlər, bütün qazilərə can sağlığı Allah bizə can sağlığı versin. Uzun ömür, can sağlığı. Amin. Sağ olun. Sizə də minnətlərim. Hamınıza minnətlərim. Hamınıza zahmətini göstərir, dəstəyin göstərir. Bugün də vaxt ayırıb, gəlib öz gəzləri, öz oğlanları belə qarşılayırsa, deməli dəyər verək. Sağ ol. Böyük iş. Belə də olmalıdır. Ürəkdən gəlir.
Mevcut kardeşimiz oğlunun müharibə yola salanda kurban boyuna almışdı ki gələndə onun ayağının kurban kesecek. İndi sizin hamımızın iştirakıyla həmin arzunu yerine getiririk, kurban kesirik. Allah kabul eləsin. Kes. Burada. Vene.